Daxili İşlər Nazirliyindən xəbərdarlıq. Bu mesajlar gəlirsə dərhal polisə bildirin. Texnologiya inkişaf etdikcə dağıdıcılıq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı, PIN, CVV, parol, SMS kod və s. kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir. Sizə bankdandır, kodu təcil verin, endirim üçün linki paylaşın, təcili yoxlama tələb olunur, məlumatları göndərin, nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib təsdiqləyin, kartınız bloklanacaq, təsdiq üçün linkə keçid edin, hesabınızda pul köçürülür, qəbul üçün məlumatlarınızı daxil edin, sizin adınızda kredit sifarişi var, imtina üçün kodu göndərin və bunlar hamısı bir məktubda xidmət edir. Məlumatınızı daha sonra isə vəsaitinizi ələ keçirməkdir. Vətəndaşlardan xahiş olunur ki, belə hallar rastlaşdıqda banklar və ya Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya məktublaşma tətbiqlərində paylaşmasın. Çünki bir mesajla aldıda bir kliklə pulunuzu oğurlaya bilərlər. Çağırışda vurgulanır. Bildiyiniz üzrə Abşeronda bədbəxt hadisə baş verib. Xırdalan şəhəri Kristal 1 yaşayış kompleksində 19 yaşlı Ülqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə 19 yaş şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. 01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunur. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin həkimə qədər ölüm vaxtı qeydə alınır. Qaradağ rayon icra hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib. Son xəbər Az Qafqaz Infoya istinadən xəbər verir ki, əmlak məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsi nəzarət şöbəsinin rəis müavini işləyən Zülfüqar Hüseynbağoğlu Mansurov barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. O, təkrar külli miqdarda rüşvət almaqla ittiham olunur. Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən keçirilib. Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi memar Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur. Növbəti xəbərimiz Sumqayıt şəhərində bıçaqlanma hadisəsi haqqındadır. Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu Az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Mehdi Qəhrəmanov bıçaqlanıb. Yaralı gənc xəstəxanaya çatdırılıb. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.